Fitr bayramı həm günü əzəmətlidir, həm gecəsi dəyərli və qiymətlidir. Gecəsi gündüzündən qabaq gəlir. Elə bil bayramın öncəsi gecə Fitr gecəsi hesablanır. Gecəsi gündüzündən qabaq gəlir. Gecəsini biz qonaq edirik, gündüzü isə o bizi qonaq edir. Sanki gündüz biz gecə ilə necə davranacaq, ona baxacaq. Gözəlmi qarşılayacaq Fitr bayramının gecəsini? Mənəviyyatla mı qarşılayacaq? Yoxsa elə heç adi günlər kimi, adi gecələr kimi? Gecəyə gəlin xüsusi diqqət ayıraq. İbadətlərimizlə, dua və münacatlarımız və itaətlərimizlə. Günəş qürub eləyən kimi ay ki göründü, tövsiyə olunub qüsl almaq həmən gecəni. Qüsl almaq tövsiyə olunub. Niyyət də həmən gecənin qüslüdür. Və mən bir hədis deyim sizə, maraqlı bir hədis. Hədisdə qeyd olunur ki, Fitr bayramının gecəsi heç də Qədir gecələrindən aşağı deyil, fəzilət və əzəmət baxımından. Necə ki, Qədir gecələri bu qədər əzəmətli və dəyərli idi, etdiyimiz əməllər az olsa belə daha əzəmətli qarşılanırdı. Xırda bir əməl böyüyürdü Allahın qatında. Fitr gecəsi də o cür nədir? Necə o gecənin bizim həyatımıza təsiri var idi, bu gecənin də üzümüzə gələn, bu gecənin də bizim həyatımıza çox müsbət bir təsiri var. Gəlin diqqətlə keçirək o gecəni. Və gecənin əməllərini əgər mənə sorğu-sual etsiniz, əməllərindən biri deyərdim sizə. İnsanları bağışlamaq, əlbəttə bağışlanmağa layiq olan insanları bağışlamaq. Və burada bir maraqlı bir məqam var, o da budur ki, nəfsimizi qoyaq kənara. Bəzi vaxtlar həqiqətən bağışlanmağa layiq olan insan olur, amma nəfsimiz orada cuşa gəlir və öz sözünü deməyə başlayır və biz ilahi don giyindirməyək nəfsaniyyətimizə. Gecənin əməllərindən və mühüm əməllərindən soruşursunuzsa, məsələn, anadırsa övladından küsübsə, övladından barışsın, qonşun qonşu ilə münasibətdə. Lazım deyil ki, deyəsən, gəl mən sənə bağışladım, ya barışaq. Hələ xoş təbəssüm göstərmək, xoş ünsiyyət qurmaq, özü bir bağışlamaq deyilmi? Bəli. Həzrət İmam Səccad Ramazan ayı daxil olanda nökərlər ki var idi, qullar ki var idi, bilirsiniz o dönəm qul rejimi idi. Belə bir qullar var idi daha doğrusu. İslam dini onunla mübarizəyə qalxdı və get-gedə cəmiyyətdən o quldarlığı çıxartmağa çalışdı və müvəffəqiyyət qazandı bir mənada. Və o dönəm amma birdən-birə onu ilə mübarizə apara bilməzdi ki. Və bunun da haqqında danışmaq olar, öz başqa vaxt inşallah danışarıq. Həzrət İmam Səccad həmən qulları alardı, onları gözəl tərbiyə eləyərdi və içlərindən alimlər yetişdirərdi və cəmiyyətə təqdim eləyərdi. Və Ramazan ayı gələndə ələlxüsus baxırdı, hansı ki qul bir səhv edirdi, onu qeyd edirdi, saxlayırdı yaddaşında. Və Ramazan ayı bitənə yaxın çağırırdı, səhvlərini deyirdi, sonra bağışlayırdı, sonra üzünü onlara tuturdu. Deyirdi, indi siz belə bir cümlə işlədin. Allahım, bu şəxs bizi bağışladı, sən də onu bağışla. Əlbəttə o imamdır, o günah eləməz, o bizlərə bir mesaj verir ki, bir nəfəri bağışladınız, ona deyin ki, Allahdan siz üçün bağışlanmaq diləsin, onun sözü tez keçər. Bu bir dənə düsturdur. Bağışlanmaq istəyirsinizsə bir düstur. Biz evdə, ailə münasibətlərində bağışlaya bildiniz biri digərinizi, oradan sonra deyin ki, sən Allahdan istə ki, necə mən səni bağışladım, Allah məni bağışlasın. Bu bir düsturdur, yoldur tez bağışlanmaq üçün. Və ondan sonra həmən qulları azad eləyərdi. Deyərdi, azad etdim sizi. Burada bir mesajı da var, səhvlərini deyərdi. Əlbəttə biz bəzi vaxtlar emosional bağışlayırıq, səhvlər qalır. Həmən səhvlər təkrarlanır, yenə küsürük, bir müddətdən sonra yenə barışırıq. Yaxşı olmazmı ki, səhvləri aşılayaq, başa salaq, onlar o səhvləri bir də etməsinlər. Əlbəttə gözəl tərzdə,
gözəl şəkildə, sevərək, kin, küdurətlə deyil. Qarşı tərəfə səhvləri də başa salmalıyıq biz. Hələ hey bağışlayayım, yox, elə deyil. Emosional insanlar ümumiyyətlə bir tövsiyəm sizə budur. Addım atmaq istəyəndə bir dəqiqə düşünün. İstər məsələn pul xərcləməkdə, istər bağışlamaq mövzusunda. Çünki məsələləri köklüyün əqlaniyyətə, ağıl nəticə çıxartsın və nəticə çıxardandan sonra artıq start verib adam bağışlaya bilər. Yoxsa görürsən, bağışlayır, emosional sonra da yenə də qəlbində nəsə qalır, bir müddətdən sonra yenə də bəhanə eləyib yenə küsür. İmam Səccac səhvlərini deyir, səhvlərini izah verir, deyib belə etmə. Amma sonra deyib bağışladım və azad etdim səni. Bu bir üslubdur, bu bir sirədir, bu bir yaşam tərzidir. Həqiqətən imamlarımız bizim üçün gözəl nümunələrdir. Və onların həyatına baxıb, həyatımızı onların həyatına uyğunlaşdıra bilərik. Bu bir əməl tövsiyə olunur və söylədim sizə, bağışlayaq. 2 müəyyən zikirləri var o gecənin. O zikirlərdən biri Həzrəti İmam Sadiqdəndir. Elə ki, Fitr bayramının gecəsi, yəni gecədən sonra gəlir Fitr bayramı gecəsi, şam namazından sonra, xiftən namazından sonra, sübh namazından sonra, bayram namazından sonra bu zikirləri söyləyin. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, ve lillahil hamd. Elhamdülillah ala ma hadana ve elhamdülillah ala ma hadana ve lehu şükru ala ma evlana. Elhamdülillah ma hadana bir dəfə. Bu zikri söyləmək çox tövsiyə olunub. Və bu gecəni oyaq qalmaq, yəni o gecə ki bayram gecəsi olacaq, ondan söhbət gedir. Bu gecə deyərkən onu nəzərdə tuturdum. O gecəni oyaq qalmaq çox tövsiyə olunub. Nə yaxşı olar, necə Qədir gecələri oyaq qaldıq, o gecəni də müəyyən qədər oyaq qalıb gündüzü qarşılayaq. İbadətlər eləyək, itaətlər eləyək, dualar eləyək, münacatlar eləyək. Bəli, hədis budur. Mən əhya leylətəl əyd. Kim o gecəni oyaq qalsa, ləm yəmut qalbuh yevməl qiyamə yevmə təmutul qulub. Onun qəlbi ölməz, onun qəlbi diri qalar. O qəlblər ki, qiyamət günü ölər, bunun qəlbi amma diri qalar və yaşayar. Bəli, gecəni oyaq qalsın, qəlbin dirilər. Gecənin, bayram gecəsinin oyaqlığı insan qəlbinin diriliyidir. Əlbəttə, dirilmək Qur'anın məntiqində son deyil, başlanğıcdır. Biz yalnız dirilməməliyik, eyni zamanda diriltməliyik. Biz gəlmədik yalnız özümüz dirilək, biz gəldik dirildək. Nəinki bir fərdi, bir kəsi, bir şəxsi, biz gəldik bir cəmiyyəti dirildək, bir toplumu dirildək, yaşadığımız mühit, o mühiti dirildək, ən azı ailəmizi, həyat verək, Allahın muhyi sifətinin Allahın muhyi sifətinin təcəllisi olaq yer üzündə. Bəli, adam var, bir sözü ilə bir insan həyatını dəyişir, bir cümləsi ilə. O cümləni dəfələrlə də başqaları da deyib. Fikir vermişsiniz, çox qəribədir valla. Həmən sözü başqaları da deyir. Özün də oxumusan, özün də demisən. Amma Allah dostu həmən kəlməni deyəndə səndəsə vücudunda bir titrəyiş baş verir, dəyişilirsən. O yüzden Allah dostu bir adama deyə günah eləmə. Bunu bilirdik də günah eləmə. Nə qədər adam deyib bizə günah eləmə. Niyə elə? O çox təsir edir. Elə bilsən ki, ya bizim kimi siravi insanlar gəlib sənə deyə günah eləmə, bir də dövrün imamı sənə deyə günah eləmə, bunun fərqi yoxdur. O səsdən səsə nə qədər fərq var? O səs daşlaşmış qəlbi sındırar. Qəsavət bağlamış qəlbin qəsavətini aradan aparar. Çirkilənmiş və tozlanmış qəlbin tozunu, çirkini silər. Bu səs bilirsiniz nə qədər mühümdür. Bəli.
Yetər ki, bir övliyanın duasına qulaq asasan. Bir övliya dua eləsin, əlini qaldırsın səmaya. Allah, Allah üçün sən qulaq as. Gör nə baş verir. Gör nələr olur. Əlbəttə insan dəyişilər.